Herkese salam, kanalıma hoş gəlmisiniz. Bugün sizlerle Türklerin tercihli dediği, bizim verməşli dediğimiz şeylə, ərzaqla çorba hazırlamağa. Çorbamızı çox rahatdır. Bir adet kartof, bir adet soğan, bir adet yumurta, evdə varsa yer kökü də gedir və biber də gedir. Məndə yoxdur, ona görə belə hazırlayıram. Toyuq döşəti ola da bilər, olmaya da bilər. Evdə varsa qatsanız daha lezzetli olar və ədviyyatlarımız. Keçək indi hazırlamağa. Ben bunların hamısını hazırlayacağım. Daha sonra balaca qazanda eləyəcəm. İlk dəfə eləyirəm. Ləzzətli olacaqsa daha çox eləyəcəm bunu. Çünki çox ləzzətli görünürdü baxdığım videolarda. İnşallah qəşəng olar. Keçək hazırlanmağa. Deməli, mən malzemələri doğradım, hazırladım. Dediyim kimi az eləyəcəm. Ona görə də hər şeydən az elədim. Əvvəlcə pomidor, soğan və kartofu qızmış yağa əlavə edirik. Bunları bura əlavə edirəm qazana. Əslində telefonla çəkirdim, amma telefonum qırıldı. Axırıncı videonu çəkəndə qırıldı. Ona görə də həm əlimlə çəkirəm, həm də bişirirəm. Bu biraz çətin olur. Yenisini almaq lazımdır ya da onu təmir etmək lazımdır. İndi isə əlimizdə olan bütün baharatlar, duz, istiot, sarkök və paprika hamısından azar-azar əlavə edəcəm. Bu burada qovrularkən mənim sizdən bir xahişim olacaq. Xahişim odur ki, əgər videolarıma baxırsınızsa və bəyənirsinizsə, abunə olmağı unutmayın. Abunə olduqda siz videoları bəyəndikdə mən daha çox həvəsə gəlirəm. Daha çox videolar hazırlamaq istəyirəm. İnşallah abunə olmağı unutmayın. Artıq qovruldu. İndi üzərinə su əlavə edəcəm. İndi bu biraz qaynasın, kartoflar da yumuşasın. Daha sonra bunu blenderdən keçirəcəyik. Qoxusu çox gözəl gəlir, inşallah dadı da gözəl olar. Bunu təmizlik videomda bəlkə görmüsünüz. Bundan danışıram. Şkafdayımda, yəni bunu təmizlik videomda, vlogumda görmüsünüz. Bunu mən Temudan vurmuşam. Çox gözəl bir şeydir. Linkini aşağıda qoyacağam. İstəyənlər olsa keçid edib baxa bilər. İndi isə paltaryonun ayaqları üçün belə hündürləşsin, çünki bəzən yerə su tökülür. Bir də üzəri üçün aldıqlarımı göstərərəm indi sizə. Ayaqları üçün bunu almışam, biraz hündürdə olsun. Paltaryonun altına su getməsin. Onun içində isə belə bir şey var idi. Nə olduğunu haqqında bir bilgim yox idi. Sonra qaynanam dedi ki, bu salfetkadır. Suya attım, sonra açılıb bu cür oldu. Həqiqətən də salfetkaymış. Mən düşünürəm ki, yəqin o hədiyyə üçün qoyublar da. Yoxsa bununla onun nə əlaqəsi var? Paltaryonun üstü üçün isə belə qara rəngdə zakaz elədim. Bayaq gördüyünüz kimi çox şey hamamda qaradır. Ona görə bunda qara seçdim. Paltaryonun üstündə daha yaxşı görünər. Əslində buradan da götürə bilərdim, amma buradakilərin hamısı üstü güllü falan idi. Mən belə tək rəngi xoşlayıram da, güllü falan xoşlamıram. Bu yolkanı da mən Temudan götürmüşdüm. Bilməm görmüsünüzsə yolkanı. Çox gözəl gəldi. Çox sevindim bunun Temudan belə gözəl gəldiyinə. Əgər belə videoların ardına belə söhbətlər əlavə eləməyim xoşunuza gəlmirsə, bunu qeyd edin. Sadəcə yemək videosunu davam elətdirin. Sadəcə mən orada pişənə kimi sizinlə söhbət eləmək istədim. Artıq kartoflar da pişdi. İndi bunu blenderdən keçirirəm. Duzu az ola bilər. Sonradan siz duz da əlavə edərsiniz. Blenderdən keçirdim. İndi üzərinə doğradığım toyuqları, toyuğun döşətini və məşili əlavə edirik. Toyuqları əlavə edirəm. Çalışın tər şehriyəni çox əlavə eləməyin, çünki qatı ola bilər yeməyimiz. Tər şehriyəni 2 qaşıq əlavə edəcəm. Daha sonra biraz da qaynadırıq. Toyuqları və tər şehriyəni, yəni verməşlidir bişdikdən sonra artıq yeməyimiz hazırdır. Bu biraz mərcüs buna da oxşadı. İndi dadına baxıb sizə bir şey deyəcəm. Yəni gözəl mi oldu? Məncə çox gözəl oldu. Qoxusu çox gözəl gəlir. İsti-isti qəşəng yeyərik. Soyuq havada qəşəng gedir. Və artıq çorbamız hazırdır. Bunun üzərinə göyərti əlavə edin və nanə əlavə edin. Bizdə göyərti olmadığına görə mən sadəcə nanə əlavə edirəm. Mən sonradan buna verməşli də əlavə elədim, çünki biraz az göründü gözümə. İndi daha yaxşıdır. Yemək üçün səbirsizlənirəm. Çox ləzzətli alındı. Həqiqətən bu qədər ləzzətli gözləmirdim. Nanəni mütləq əlavə edin. Çox gözəl şorba oldu. Mən indi YouTube'dan bir veriliş qoyacağam və ona baxacağam. Siz də hazırlasanız yorumlarda qeyd edərsiniz. Videonu bəyəndinizsə bəyənib abunə olmağı unutmayın. Sağ olun.